27-sində səhər saatlarında Yekaterinburqda Azərbaycanlı ailələrin yaşadığı mənzillərə terrorçu kimi basqın edilməsi, heç bir müqavimət göstərməyən rəsmi orqan əməkdaşlarının çağırışlarına tabe olan insanların öldürülməsi, 2 nəfərin qətlə yetirilməsi, 3 nəfərin reanimasiya vəziyyətində xəstəxanaya çatdırılması bu onu göstərir ki, bəli, artıq Rusiyada dövlət səviyyəsində miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı ciddi bir proses başlayıbdır. Bunun kökündə təbii ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının ortaya qoyduğu müstəqil iradə, heç bir gücün, heç bir imperialist qüvvənin maraqlarına xidmət etməyən, yalnız milli maraqlarımızdan çıxış edən yanaşmalar, xüsusilə də ötən ilin sonunda təyyarə qəzasından sonra ən yüksək səviyyədə Rusiya dövlətindən törədilmiş cinayətə qarşı obyektiv araşdırmanın aparılması, rəsmi izahatın verilməsi və cinayətkarların cəzalandırılması ilə bağlı tələbimizin bu gün də durmadan səsləndirilməsi təbii ki, Rusiya tərəfində qıcıqla qarşılanır. Azərbaycanın birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü və dövlət suverenliyini müdafiə etməsi, Rusiyanın neoimperialist iddialarına dəstək verən mövqe sərgiləməməsi Rusiya tərəfində belə bir mövqe formalaşdırmaqdadır ki, Azərbaycan kimi dövlətlər, Azərbaycan kimi xalqlar cəzalandırılmalıdır ki, digərləri də nəticə çıxartsın. ABŞ-nin hazırki administrasiyasının buraxdığı ciddi səhvlərin nəticəsində Rusiyanın özünü rahat, arxain hiss etməsi ayrı-ayrı bölgələrdə də bir qədər fəallaşmasına gətirib çıxarıbdır. Xüsusilə Cənubi Qafqazda yeni elementlərdən, yeni instrumentlərdən istifadə edərək bölgədəki təsir imkanlarını genişləndirməyə çalışan Rusiyanın qarşısında ən böyük maneə təbii ki, bölgədə müstəqil siyasət yeritməyə çalışan, yalnız Azərbaycan xalqı və Azərbaycan dövlətinin maraqlarından çıxış edən, Azərbaycanın mövqeyi ilə barışmamaq, mövqeyi ilə razılaşmamaqdan irəli gəlir. Yekaterinburqda baş verən hadisələr dövlət səviyyəsində terrorun, dövlət səviyyəsində cinayətkarlığın dəstəklənməsidir və əgər bu belə deyilsə, Rusiya rəhbərliyi, Vladimir Putin bu proseslərdən xəbərdar deyilsə, qısa müddət ərzində Azərbaycan dövlətinə rəsmi hesabat verilməli, ciddi araşdırmaların aparılması ilə bağlı qərar verilməli və cinayətkarlar layiqli cəzasını almalıdırlar. Əks halda Azərbaycan dövləti bunu rəsmi Kremlin Azərbaycana, azərbaycanlılara qarşı mövqeyi kimi qiymətləndirməlidir və qiymətləndirəcəkdir. Eyni yanaşma da təbii ki, Rusiya dövlətinə münasibətdə sərgilənəcəkdir.